Yel yatar, tufan yatar, yatmaz traktor bayağı. Salam əzizlər, hər vaxtınız xeyir olsun. Bizim kanalımıza, Azərbaycan Traktorçular kanalına xoş gəlmisiniz. Bir neçə müddət video qoymadığımıza görə sizdən üzr istəyirəm və bu video müxtəs Asiya oyunumuza ki, bir dana həyatı və çox həssas bir oyunda traktorumuz eləyə bildi. Hərfin meydanında 3 imtiyaz alsın və çox mənim nəzərimə bir dana kağız üstə şahid rəqib, sadə bir rəqib nəzərə gəlirdi. Mənzurum Nəsəf qarşı Özbəkistandır. Bəli, əməldə gördük ki, yaxşı bir tim idi, fiziki oynurdular və bilirsiniz ki, Özbəkistan futbolu indi məxsusən Asiyada çox yaxşı nəticə alıb və elə tim milliyə baxsaz görürsünüz ki, kamilən müşəxəs pişrəfti nə qədər olubdur və həttəmən də cam cahanda qəşəng nəticələr alacaq o görsənir və şahid olacaq ki, nə qədər pişrəft ediblər və Nəsəf qarşında mərz olsun xidmətçi ki, yaxşı oyuncular var idi. Məxsusən qol yerləri ilə bir dana düzdür, sinni çox almışdı. Bəli, mühacim və demək olar hafifəki hücumu Dragan Tiran adında bir dana yaxşı oyuncular vardı ki, qabaqcan Piruziyə zada qol vurmuşdu. Hər halda bizim tim eləyə bildi qolu birinci nimədə səmərə yetirsin və çox xülasə var ərz edəcəm. Həmçinin zaman keçibdir oyundan və həm bu ki mütəəssifanə haqqı pəxş üçün biraz bizim videoların göstərməsində əlimiz bağlıdır. Məxsusən Asiya oyununda ona xatir xülasə ərz edəcəm ki, tərkibi tim Əliza Beyramvənd, Sedlar Şuca və Daniel İsmailfər və Sadıq Məhərrəmi yenə də üçün nadiri yox idi. Məcbur olmuş ki, Ayis Qoçic İsmailfər aparsın sol tərəfə və Məhərrəmi o yeni sağ tərəfdə oynasın. Hafbeşlər demək olar ki, 2 dana olan qabağındakı hafbeş neçə müddətdir yaxşı oynayıbdı biləmizə. Halilovic sabit fiksiyardı və onun bəğəlindəki Şiir əksərən oynayırdı. Bu oyun istisnaən Ayis Qoçic səlah görmüşdü ki, öz məmləkətində Adilcan Xamerbekov oynasın və yaxşı da oyun oynadı nisafət və onların qabağında da vəsətlərindəki SS nəqşində Ecilişqiya və sağında Rival Mehdi Haşiməcəf və sol tərəfdə Əmir Hüseynzadə və onların hamısının qabağında به عنوان حازم هدفی هانوک Dumayka Duraj'daki ki pis oyun oynamadı halda hərfin difalarını dərc eləmişdi. Ərz olsun xidmətsə ki, xoşbəxtانه bizim tim hala bu oyunlar mən xüsusən hərfin tüm meydanında tamaşaçı var, hərfin öz meydanıdır, biləxərə ab havasının adəti var filan. Əgər əvail tərəf, yəni hərfindən qabaq düşməsən ya Allah eləməmiş dağlı düşsə oyun, yəni timimiz qol yesəydi, onda çox çətin olacaqdı oyunu qeytərmək və xoşbəxtانه bərəks bizim tim eləyə bildi ki, müsəllət olsun oyuna və dəqiqə 17-də o cür ki, hala səhnədə görürsünüz, eləyə bildik ki, qola yetirək və çox gözəl bir dana şuti ki, Legiyoşkeyi ki, vaqəən görsədib ki, məxsusən Asiya oyunları hala ligin özündədir. Yaxşı tartıb şinasdır. Eləyə bildi ki, bu mövqeyyətdən həddəksər istifadə eləsin və o topu ki, sol tərəfə gəlmişdi və Daniel çox demək olar keyfiyyətli bir pasla verdi. Olan məvvətələrinin eşiyini təqribən xətt məvvətənin üstündə yetişdirir Legiya və burada bir daha mühacimi ki, vaqəən tartıb şinasdır və tikilası yuxarıda kamilən müşəxəsdir ki, bir dana amatör ya o demək olar ki, səthi aşağı oyunçu ilə fərqi. O budur ki, Legiyoşke əslən saxlatmadı topu. Yəni elə istəsəydi ki, stop eləyə, ya biraz təhəmmül eləyə, biraz təəllül eləyə. Daldan baxsaq 2 dənə olan difaları yetişib və ehtimalən topun vuracaqdı. Yəni ehtimali kütləmə azalacaqdı və burada çox zirəhlilə
xoşbəxtانه Redrushkiya qabaqdan özünü amadə eləmişdik və ona görə deyirəm çarçıbşinasdır. Və çox bir dana çox keyfiyyətli və hədəfdar şütünlə eləyə bildi ki, topu yetirsin qola və həqiqətən bizi demək olar əzbabət enerji və ruhiyyə heç tim vaxtı hərfi meydanda dəqiqə 17-də qabağa düşür. O babətdən bizə kamilən əsəri oldu. Ondan sonra hərf səylədik əvvəl biz də oyunu səylədik ki, müdarə eləyək və 2000-ci ilin olar təvizləri ilə və demək olar ki, hücumi oyuncular gətirməklə, məsələn, ərz və xidmət ki, Stefan Koloviç və Deyorbək Abdülnəzərov demək olar ki, iki dənə adı çətindir biraz. Mühacim və demək olar ki, hücumi oyunculardır ki, biləxərə Nəsəfin bu oyundan əgər imtiyaz almasaydı həsf olurdu əmələn və ona xatir o özün otoközə vururdu və səy elədi ki, bu təvizlərlə oyunu ələ gətirsin və biraz da elə xətərnak həmlələr edirdi. Ta dəqiqə 68 ki, biz Skoçic fikirəm Səlah gördük ki, oyunu kamilən idarə eləsin və 68-ci dəqiqədə Mehdi Şiri bir hadisənə vaxtı güzəşdə gəldi Redrushkiyanın yeni və ondan sonra 84-də də Mehdi Turabını təqribən bir dana çox 6-7 dəqiqə fürsət verməklə Həlivovçu yeni gətirir və İştirkali də dəqiqə 91 izafə 3 gətirir Mehdi Haşim Rəcadın yeni. Hala xoşbəxtانه biz bu oyunu idarə edib və eləyə bildik ki, 3 imtiyazı ələ gətirək. Olanı da dediyim kimi, ikinci nimə bir iki dənə yaxdı moget dəvadır ki, xoşbəxtانه qola getmədi. Hala Amar oyuna da baxsaq, Can VC təqribən pay bir oyunudur. Məxsusən ikinci nimə ki, onlar biraz malikiyyəti əllərinə aldılar. 55 olub malikiyyətdə, biz 45 idik. Umidqullah 8 dəhəmə yaxın 79 sədum və bizimki 1,12 ki, ətmən görürsünüz yuxarı onlardan. Şansı qozlarımız 1-1-ə müsavi idik. Şütlər 16 dana biz vurmuşuq 12-dən olar. Çarçuvada olan 8 dana bizimki 3-dən olar. Müşəxəs olan diqqət şütlər aşağı idi. Xarici çarçuvdakı 5 dana müsaviyiq. 4 dana onların şütlər olub 3 dana bizim və 7 dana olan qol elə ki, yaxçı bir qol eridi, səthi yuxarı bir qol eridi. Toplanı dəf edib və 3 dənə ay beyramləndi bizim dərvazada mühafizət və seyb olubdu, mahar top olubdu və azad zərbələrdə 5-4-də biz qabaqdıq. Pasta da hala çox zalib ki, 82% hər iki tim müsavi idilər. 390 dana biz 478 danadan düz pas vermişik, olan tədad pasları çoxdur. 593 danadan 800, 400 ərz edim xidmətdəki 489 dana ola salim pas yetiriblər. Sarı kart bir dana ola alıblar, xoşbəxtانه qırmızı kart alınmayıb timlərin heç biri və 5 dana xəta ola eləyiblər. Dediyim kimi fiziki bir oyuncular var idi və 4 dana biz, 2 dana da biz offside-də qalıb və 3 dana korner ola vurublar və 4 dana biz vurmuşuq ki. Mütəəssifانه biz çoxdan kornerdən bir qoli və ya müsbət hərəkət görməmişik ki, burada neçə vaxtdır ki, biz əziyyət etdiyimizi və mənim nəzərimə yaxşı olar ki, biz timimiz eləyə bilər zərbi azadlardan, məxsusən kornerlərdən çox istifadə eləyib. Biləxərə bütün bir dana oyun ki, tək qollu bir dana oyuncu vurubdur. Nə olur ki, Redrushkiya 8-3 nömrə ilə Behtərin Bazikonu meydan ola və ondan sonra da ki, elə o birisi yaxşı oyuncular bizim timlərdir ki, xoşbəxtانه şurada yenə də yaxşı bir oyunla, məxsusən ikinci ilmə yaxşı dəfi toplava, difada yaxşı müdiriyyət elədi. 8.1 ilə şurada 2000-ci oyuncu idi bizdə və ondan sonra da Daniel idi ki və Tibor Həlilovat idi ki 7-8 və 7-7 ilə və tərtib 3 və 4-cü oyuncu idi. O birisi oyuncular da yaxşı nömrə alıb. Bezos Haşim Nicat ki 6-6 alıb, əksərən 7-dən yuxarı nömrə alıblar və öz təsvirdə mülahizə buyurursunuz. Bizim gələn oyun Asiyada öz evimizdə vərz olacaqdır və ərz olsun xidmətsə ki, Əddoheyl ilə biz oynayacaq Təbrizdə və inşallah ki, bizim çoxlu
demək olar ki, yarancılığımız çəməndəndir ta məsələn ayrı bir şeydən. Ki inşallah 10-cu ayın biri ya amma D ayının əvvəlində biz Təbrizdə mizban olacaq. Doheldə ki o yaxşı bir dənə oyun olar hala. Ab havası da inşallah Təbrizin bizimlə yardımcı olar və yar elə. Ki eləyə bilirik yaxşı bir mizbanlıq yerinə yetirək. Bilirsiniz ki bu oyun həttəmən səhəndi hamı yadı qariman vərcikanda vərgüzar olmaz ki. Bu oyun dizildə olar. Hala bərəks lig ki ligdə əksərən oyunlarımıza pahalı bu oyun dizildə və orada və xatı bu ki çəməni hala deyirlər ki bir müddət istirahət verirlər. Hala taza çəmən əkilibdir. Bilmirəm hala nə mən istirahətə hər halda. İnşallah ki gələn oyuna pişbazımız da olar və Dohel timi ki elə yaxşı təqribən vəziyyəti olmayıbdır bu fəsil. Fikrim o oyunda nəticə alsaq biz çoxlu böyük addım atacaq. Məxsusən Asiya cədvəlində ərz olsun xidmətçə ki əvvəl nimədə olmaq 4 timin çox mühümdür ki Dohel 6-cı timdir və biz 3-cü timik. Çox yaxşı bir nəticələr almışıq və fikirəm baxsan AFC-nin amırlandı. Əksərən timimiz birinci rədədə ya ikinci rədədə olur ya amar timi də ya fərdi də və bu zahir çox xoşbəxtlikdir. Nəsə qarşıda 0 imtiyazla fikirəm həsvi və ədəmi soyudu qət oldu mütəəssifانə və eləyənməyəcək ki bu fəsil 8 timin içində olar ki gedə o mərhələyə. Hala cədvəl bir cürdür ki əksərən o timlər ki suud eləyəcək o yüzdən ayrılıblar. Və 2 dənə tim ki Əl-Qərafə və Əs-Səddir ki ikisi də Qətər timlərdir. Bunlar fikirəm gərək özlərini dəbədələr ki eləyə bilər altı oyunlarda nəticə alıb və çəkələ özlərini Əl-İttihad və Əş-Şarcəyə yaxın. Yoxsa əgər bunlar ikisi gələn oyunda uduzsalar onlar da fikirəm də həsb olmaqları yəqin edəcəkdir. Hala cədvəlin yuxarısında ki biz varıq. Əl-Hilal ki 5 oyundan 5 utubdur. O fikirəm bir qolu bir nəfər ayrı ligdə oynayır. Ondan işimiz yox. Bəli Əl-Vəhdəyik ki biz mütəəssifانə çox bəd şansını Təbriz tutmadıq. Gedib bizimdən yuxarı qərar tapıb Murayesin timi və 2-ci rədədə və biz 11 imtiyazla 3-cü rədədəyik. Bedun baxt, bedun uduzmaq xoşbəxtانə 2 müsabaqə 3 oyun tutmuşuq. Və bizi təqib edən Əl-Əhlidir ki keçən fəsil qəhrəman olub. Çox bir dənə Qətər timdir. Demiraldır ondan sonra yaxşı bir oyuncular var ki məncə eləyə bilərlər bizi təhdid eləyərlər. Ərz və xidmət ki cədvəlimiz yəni rütbəmizi alalar və Şəbab Əl-Əhli ki o da 10 imtiyazlı və yenə təqib edir bizi. Oradan biraz o yana biraz fasilə açmışıq ki ərz elədim. Dohel ki 7 imtiyazla 6-cı rədədədir. Çox sağ olun əzizlər. İnşallah gəlin görüşə qədər sizi Allaha tapşırıram. Yaşasın traktor, yaşasın Azərbaycan.